Başqa bir hədisimiz Əbu Hureyrə. Əbu Hureyrə Əbu ata deməkdir. Hureyr, yəni kiçik pişik mənasındadır. Kiçik pişik. Əbu Bəkr, Ömər, Osman, Peyğəmbər neçə il yaşayıblar? 100 dənə, 200 dənə, 1000 dənə filan çox az sayda Peyğəmbərə hədis söyləyiblər. Bu adam 2 il yarım olmaya Peyğəmbərin sağlığı vaxtında onun həyat tərzində, sağlığında yaşayıb 5000-dən çox hədis deyib. Necə ola bilər bu şey? Necə olur? Əbu Bəkr, Ömər, Osman Peyğəmbər yanında olublar. Əli İslam kim. Hətta xanım Ayşə məndə var. Bir qeydləmişəm. Mən zehnimdə baxmamışam deyə açığı. Neçə min filan, neçə yüz. 50, 60, 70, 100, 200, 1000 də nə deyək? Bunların hədisidir tək başına. Tək. Bu adam tək başına 5000-dən çox hədis deyib. Bir hal bu adam 2 il yarım, 2 il müddətində Peyğəmbər berdə olub. Necə bu deyə bilər? Bu Əhl-i Xilafın, yəni qeyri-şiə məzhəbinin ağlarındandır. Bunu hədisini həm də qəbul edirlər. Axı düşünün də Əbu Bəkr çox az sayda hədis qeyd edib. Neçə bu yana böyüyüb, bir yaşlı olublar filan və s. Bu gəlib sonradan 5000-dən çox hədis bu necə deyə bilir? Kiçik pişik atası. Çünki deməli çox pişiklə oynardı deyə bu belə söz deyirdilər. Kiçik pişik atası. O rivayətdir Peyğəmbərdən, deyir, vələdü zina şərrü səlasə. Bir zinadan doğulan övlad ən pis insanların 3 nəfərindən biridir. Yəni dünya üzərində 3 nəfər pis insan var, onların bir də vələdü zinadır. Yaxşı, bu uşaq nə günahı var? Ata-anasının günahı var. Üzr istəyirəm, kəbinsiz, filan, ünsiyyət. Hərində kəbinsiz olub. Bu uşağın nə günahı var? Atanın günahı var da. O məlum məsələdir. Düzdür. Uşağın nə günahı var? Yəni bu hədis axı nə ədalətə uyğun gəlir? Uyğun gəlmir bu uşaq ki, təqsiri olmadığı halda. Bu uşağın günahı var, yəni. Bunun təqsiri var ki, bu uşaq doğulanından pis insandır. Sən pissən, niyə? Ata-anan səmsən, kəbirsiz doğulub. Yaxşı, bildi, atanın günahı eləyir. Bunun nə günahı var? Niyə bu doğulan kimi 3 nəfərin biri olsun, ən pis insan? Bəs onda niyə namaz qılsa, oruç tutsun? Mümkün bu adam gəlsin, sonra olsun mömin. Ola bilər də. Çox olub. Quranda var, ölüdən diri, diridən ölü. Üzrüsəm, xanım gətirən uşağı dünyaya, uşaq ölür, ana sağ qalır və ya ana ölür, uşaq sağ qalır. Diridən ölü, ölüdən diri. Ayənin iç mənası, yəni mömin ailədən pis insan, Nuhun oğlu kimi. Kafir ailədən mömin insan, Yezidin oğlu Muaviyə kimi və s. Yəni mümkün də axı bu, yəni mollanın oğlu hələ molla olacaq. Belə qanunumuz yoxdur axı bizim. Hələ həkimin oğlu həmişə həkim olacaq, həkim övladı. Belə şey yox. Deyir, axı bu 3 nəfərəm pis insanlardan əgər üçündən biri bu uşaqdırsa, bu uşaq sabah gəldi, kim qarantı verə bilər ki, mömin olmayacaq? Mömin olsa, yenə 3 nəfərdən pis insan ki, tanınacaq bu. Nə əlaqəsi var? Bununla günahı var. Bu adam gəlib mömin olur, mütədəyyin, elm əhli, iman əhli, filan. Deyir, yox, sən ata-ana belədir deyə bu olacaq deyil ki. Hədis deməli, gəlirlər, xanım Ayşə deyirlər, atan gəlirlər ev əhlinə soruşarlar da, hədis deyir, necə olub, nəcür olub? O hədisi qeydləyir. Deyir, münafiqlərdən bir nəfər Allahın Peyğəmbəri incidərdi. İndi də var da, yaxınlarımız bizi incidirlər, qohmalar, evdəkilər, çöldə. İndi abra həyərliysən, saqqalın var, hicabın var, indi qohumdur, qoşudur, böyüdür, bacıdır, anadır, atadır, qardaş, buna xatir, ona xatir, sən məncan. İllərdir əziyyət çəkir insan. Tərəf düşünür ki, mən bunu əzə bilərəm, amma sən gələ cavab verəsən də, cəsarət tapmasın. Adam var ki, həyasızdır, nə qədər ona üz verməsən də, yenə sənə əziyyətləyəcək. Təbii ki, insanın olacaq əli o adamın yaxasına gəlmək günündə. Böyük günahdır bu. Deyər ki, mən sənə bağışlayayım, deyir, hə, bağışla. Məsələn, sən filan əməli mənə ver, mən sənə bağışlayayım. Nə eləyəcək onda? Əməlimizin çoxluğu şərt deyil.
Bir nəfərin qəlbəni dəyirik, o nə bilim biabır eləyərik cəmaatçında, nə bilim abırını apararıq, biabır olardı o. Bir də nələ uffillər, ahillər, vay bizim halımıza. Deyir, Peyğəmbər bir nəfər insan çox incidərdi. Peyğəmbər deyir ki, kimsə var bunun cavabını versin. Mənim qurtarsın canım bunun əlindən. Mənə çox incidir. Baxın, orada Peyğəmbər bu söz deyə bilərdi. Ağır söz. Nə var deməyə? Nəsə bir güc tətbiq eləsin. Heç problem deyil, olar. Bugün sən də üzr istəyirəm, səni təhqir edən qohumuna qarşı sən də söyə bilərsən. Sən də əl qaldıra bilərsən. Amma istəmirsən onun tayı olasan və yaxud da bu ünvandakı, bu niyyətlə ki, bəlkə sən bu adam hidayət oldu deyə. İnşallah, maşallah deyə susuruq. Düzdür. Bir dəfə deyir ki, ey Peyğəmbər, o sənə bilsən niyə ziyan vurur? Deyir ki, niyə? Deyir, çünki o vəd özünadır. Nə əlaqəsi? Yəni, elə insan var ki, ata-ana mömin, övlad pisdir.